Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, mümin barəsində sizə xəbər verinmi? Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, mümin o kəsdir ki, insanlar həm öz nəfslərinə görə, həm öz mallarına görə həmən insandan arxayındılar. Bu insan mümin insan sayılır. Və müsəlman da o insandır ki, insanlar onun dilindən və əlindən salamatdılar. Və sonrası Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, mücahid o insandır ki, nəfsi ilə Allahın itaəti üzərində cihad aparır və mühacir, həqiqi mühacir o insandır ki, günahlarından və xətalarından hicr eləyən, günahlarını və xətalarını tərk edən insandır. Və müəllif rahimehullah, Allah ona rəhm eləsin, Allah onu qorusun, buyurur ki, həqiqətən insanın nəfsi ilə mübarizə aparması tələb olunan ən mühüm əməllərdən biridir. Və insan ümumiyyətlə öz daima nəfsi ilə mübarizə aparmağa, cihad etməyə çalışmalıdır. Və bunun üçün Allahdan daima yardım diləməlidir. Və ona görə də bizlər üçün nəfs ilə mübarizə məsələsində qayda olacaq ayə Allah Subhanahu wa Ta'ala Həşr surəsi 18-ci və 20-ci ayəsidir. Necə ki Allah Azza və Cəllə buyurur ki, "Eyyuhellezine amanu, ey iman gətirənlər, ittaqullaha, Allahdan qorxun, və litanzur nefsun ma qaddamat liğad." Sizdən hər bir nəfs sabahı üçün nə hazırladığına baxsın. "Vettaqullah, Allahdan qorxun. İnnallaha xabirun bima ta'malun." Allah sizin etdiklərinizdən xəbərdardır. "Və la takunu kellezine nasullaha fa ansahum." O kəslər kimi olmayın ki, onlar Allahı unutdular, Allah Subhanahu wa Ta'ala fa ansahum anfusahum. Allah da onların nəfslərini unutturdu. "Ulaika humul fasiqun." Onlar doğrudan da fasiqlərdir. "La yestawi ashabun nar və ashabul cennə." Cənnət əhlindən cəhənnəm əhli heç vaxt bir ola bilməz. "Ashabul cennət humul faizun." Cənnət əhli doğrudan da nizzətə uğrayan insanlardır. Şeyx Abdurrahman Səd rahimehullah Həşr surəsinin bu ayələri barəsində buyurur ki, həqiqətən də bu ayə insanın nəfsinin hesaba çəkməsi üçün ən əzəmətli ayələrdən biridir. Və insan üçün qayda olacaq bir ayədir həmən bu ayət-i kərimələr. Ona görə də insana vacib odur ki, necə ki Şeyx rahimehullah buyurur, öz nəfsini hər zaman yoxlasın, hər zaman öz nəfsinə qayıtsın və nə zaman nəfsində bir zəllət, bir sürüşmə görərsə, bir büdrəyinlik görərsə, daima onu müalicə etməyə çalışsın və həmçinin də hansı şeylər ki, o nəfsi Allahdan uzaqlaşdırır, hansı şeylər ki, o nəfsi Allahdan uzaq saxlayır, uzaq tutur, insan nəfsini o şeylərdən çəkindirməlidir.